Buradaki ifadede olduğu kimi birinci ifadəni kök altında kökdə x plus 1'in mötərizə kvadratı kimi yaza bilərəm. İkinci ifadəni də kök altında x minus 1'in mötərizə kvadratı kimi yaza bilərəm. Bu ifadələri indi hal-hazırda açılışda yenə də qafiyələnməmiz vardı. Modulda ifadə tək dərəcəli qüvvətdən kök çıxanda modulsuz açılır. Cüt dərəcə olanda modulla açılır. Yəni tək dərəcə moduldan qaçır, cüt dərəcə modula qaçır. Avtomatik olaraq burada nə olur? Kök altı x minus 1. İndi baxın. Bizim ifadəmiz 0 ilə 1 arasında bir qiymət götürür. Məsələn 4'də 1 götürürüm. 4'də 1 qoysam bu x'in yerinə, bu x'in yerinə. 4'də 1'dən çıxacaq 2'də 1 plus 1, 2'də 1 minus 1 kimi. İndi mənfi açılacaq. Deməli bu birinci ifadəmiz kök altı x plus 1 kimi açacaq. İkincisi tərsinə açacaq. 1 minus kök altı x çünki mənfi açılmamalıdır. Bunun ixtisarını getir. Alır 1 plus 1 cavabımız olur 2. Deməli ifadəmizin qiyməti nəymiş? B variantıymış.